Aleykümselam və rahmetullahi və barakatuh. Sual belədir ki, təqva nədir? Sələfin təqvası necə olub? Cavab odur ki, təqva bütün xeyrin başıdır. Təqva bütün xeyrin başıdır. Və bu uzun bir mövzudur. Lakin qısa bir tövsiyə də olsa, ümid edirəm ki, Allah Azze və Cəllə fayda verəcək. Təqva bütün peyğəmbərlərin ümmətinə olan, qavmuna olan ən önəmli tövsiyələrindən biridir. Həmçinin Allah Azze və Cəllə özü Quran-ı Kərimdə bildirir ki, bütün ümmətlərə Allah Azze və Cəllədən qorxmağı tövsiyə edib. Ki, Allah Azze və Cəllədən qorxsunlar. Nisa surəsində gəlir, Allah Azze və Cəllə buyurur, وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنُ اتَّقُوا اللّٰهِ Sizdən öncəki kitab əhlinə də, sizlərə də əmr etdim, tövsiyə etdim ki, Allahdan qorxun. Və bu qullara olan ən böyük vəsiyyətdir Allah Azze və Cəllənin. Ona görə hədis gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur ki, hansı ki hədisi İmam Abu Davud və Tirmizi rivayət edib, Erbad ibn Sariyə radiyallahu anhunun hədisindən Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizə təqvanı tövsiyə edirəm. Usikum bi təqvallah və səm'i və ta'a. Sizə təqvanı tövsiyə edirəm və üzərinizə təyin olunmuş əmrlərə, rəhbərləri dinləyib və itaat etməyi tövsiyə edirəm. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bir cəbhə göndərdiyi zaman, bir ordu göndərdiyi zaman, bir səriyə göndərdiyi zaman onların başçısına ilk öncə təqvanı tövsiyə eləyərdi. Və həmçinin bu yoldaydı bütün sələflər. Xəlifələr Əbu Bakr radiyallahu anhu, Ömər ibn Xattab, Osman ibn Affan, Ali ibn Əbi Talib radiyallahu anhum əcməin hamısı da Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundaydılar. Hara bir başçı, hara bir önəmli insan təyin elədiyi zaman onlara məsuliyyətli olmağı və Allahdan ona yaraşar şəkildə qorxmağı tövsiyə eləyərlərdi. Və sələflər daima bir-birinə bu sualı verərlərdi ki, mənə tövsiyə elə, mənə tövsiyə elə. Və sələflər arasında ilk tövsiyə Allah Azze və Cəllədən ona yaraşar şəkildə qorxmaq olardı. Muaz ibn Cəbəl radiyallahu anhuya Peyğəmbər s.ə.v-in etdiyi tövsiyələrdən biri də odur ki, İttəqilləhə haythumə kuntə. Peyğəmbər s.ə.v Muaz ibn Cəbəl radiyallahu anhuya deyir ki, harda olursan ol, Allah Azze və Cəllədən qorx ginən. Harda olursan ol. İstərsən evində ol ginən. İstərsən otağında ol ginən. İstərsən xəlvətdə ol. Səfərdə ol. Sevdiklərin yanında ol. Düşmənin yanında ol. Kasıb vaxtı ol. Varlı vaxtı ol. Səfərdə ol. Yerli ol. Güclü ol. Zəif ol. Vəzifən olsun. Vəzifən olmasın. Harda olursan ol, hansı halınla olursan ol, Allahdan qorx ginən. Ən böyük tövsiyədir bu. Allahu Ekber. Ən böyük tövsiyədir. Peyğəmbər s.ə.v riyakarlığın belini qırır bu tövsiyə ilə. Hardan olursan ol, Allahdan qorx. Yəni, insanlar var ki, kiminsə yanında üzünü yaxşı göstərə bilir. İmanını göstərə bilir. Danışığı ilə kimlərisə azdıra bilir. O mənada ki, taqvalı göstərib kimlərəsə nəyisə sözünü yeritə bilir. Amma gerçək sifəti elə deyil. Bunu hardan bilirsən? İnsan xəlvətdə qaldıqda nə ilə məşğuldur ondan bilirsən. İnsanların bir çoxları var ki, cəmaatın içində ibadətdə yarışır. Heç nədən gəri qalmır. Amma tək qaldıqda, Allahla baş-başa qaldıqda Allahın sitirini yırtır. Allahla öz arasında olan pərdəni yırtır. Həyasızlıq eləyir və bir çox günahlara yol verir. Xüsusən də bu fitnənin, fəsadın bol olduğu bir dövrdə, internetdə, telefonda və s. kimi yerlərdə baş-başa qaldığı zaman baxırsan ki, millətin içində olduğu adam deyil. Ona görə Rasulullah s.ə.v bu tövsiyə ilə ikiyüzlülüyün, münafiqliyin və buna aparan vəsilələrin yolunu, belini qırır ki, harda olursan ol, Allahdan qorx ginən. Harda olursan ol. Allah Azze və Cəllənin nəzərində gizli və açıq söhbəti yoxdur. Qaranlıq və işıq söhbəti yoxdur. Dərin və dayaz söhbəti yoxdur. Ağac, meşəlik, dəniz söhbəti yoxdur. Allah Azze və Cəllənin nəzərində hər şey açıq-aşkardır.
Hər şey açıq-aşkardır. Ona görə Allah Azza və Cəllə buyurur: "Ya'lamu xainətal a'yuni və ma tuxfis sudur." Xain gözlərin gizlətdiyini də, qəlblərinizdə nəyi gizlətdiyinizi də Allah Azza və Cəllə bilir. Bu böyük tövsiyədir. Ona görə İbn Rəcəb rahimehullah Cami'ul Ulum vəl Hikəm kitabında təqva haqqında sələflərdən çoxlu rivayətlər gətirir. Təqva kəlməsi nədir? Təqva kəlməsi deyəndə nə nəzərdə tutulur? Ömər ibn Abdülaziz rahimehullah gözəl açıqlama verir təqva məsələsində. Deyir, təqva odur ki, təqva oruç tutmaq, qiyamul leyl qılmaq və müəyyən aralarında salih əməllərlə məşğul olmaq gerçək mənası təqvanın bu deyil. Deyir, təqvanın gerçək mənası tərku mə harramallah və ədəu məftəradallah. Allahın haram etdiklərindən çəkinmək, Allahın fərz etdiklərini yerinə yetirmək. Təqvanın mizanı, ölçüsü, tərəzisi budur. Kim özünün təqvalı olub olmadığını bilmək istəyirsə və yaxud da başqa bir insanda gerçək təqva olub olmadığını bilmək istəyirsə bu mizana baxır. İnsan var ki, haram eləyə bilər. İnsan var, günaha düşə bilər. İnsan var ki, hər hansı bir fərzi gecikdirə bilər, qaçırda bilər. Nadir olan şeylərin hökmü yoxdur. Ona görə insan nə gözdən salınmır, nə təhqir olunmur, nə ifşa olunmur, nə də təhzir olunmur, nə də ona qarşı insanların ürəyi bulandırılmır. Kimlər haramlarda davamlıdırsa, kimlər fərzin tərkində, fərzi əda eləməkdə səhlənkarlıdırsa, onlara aiddir təhzir etmək, qınanmaq və onlara aiddir sərt tövsiyələr. Təqvanın gerçək mənası budur. Allahın haram etdiyi şeyləri tərk etmək, Allah Azza və Cəllənin fərz etdiyi şeyləri yerinə yetirmək. Və sən bax ki, Allah Azza və Cəllə bir şey haram etdi mi, sən ondan çəkinirsən, yoxsa yox. Bəzi insanlar var ki, nə olsun ki, eşə çıxır, təqvadan danışır, Allah qorxusu, qeyrət, namus, şərəf, amma evə girəndə əxlaqsız kinolara baxır. Və bir yerdə oturanda onun bunun qeybətini eləyir. Dəvət adı ilə nəmmamlıq eləyir, millətin arasını vurur. İslah adı ilə fəsad törədir, adını bunun islah qoyur. Bunlar heç bir təqva deyil. Təqva odur ki, insan gərək özünü aldatmasın. Və insan əslində özünü aldatmır. İnsan əslində özünü aldatmış kimi hiss eləyir. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur: "Bəlil insanu alə nəfsihi basirə vələv əlqa mə'azirə." Qiyamət surəsində. Allah Azza və Cəllə buyurur ki, insan özünü yaxşı tanıyır kimliyini. Hətta özünü bəzən təmizə çıxartmaq üçün üzrlər təqdim eləsə belə. Ona görə əsas mömin odur ki, daxilini, batinini təmizləyə. Çünki Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, insanın daxili, insanın batini, insanın qəlbi təmizlənərsə, bu təmizliyin səmərəsi insanın üzünə çıxar. Bu çox önəmlidir. Buna fikir vermək çox önəmlidir, qardaşlar. Həmçinin Həsən-ül Basri rahimehullahdan gözəl tərif gəlir. Deyir ki, təqva odur ki, sən Allahın haram etdiyi şeylərə yaxınlaşmaqdan qorxursan və Allah Azza və Cəllənin fərz etdiyi şeyləri səhlənkarlıq etmədən əda edirsən. Təqva budur. Ona görə İbnül Qayyim rahimehullah deyir ki, bu nə gözəl bir tərifdir. Nə gözəl tərifdir ki, bütün əhəmiyyətli və önəmli mənaları özündə cəm eləmişdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə buyurur: "İnna Allah la yanzuru ila suwarikum və amwalikum, velakin yanzuru ila qulubikum və a'malikum." Böyük hədisdir bu həqiqətən. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İmam Müslimin rivayət etdiyi hədisində, Allah Azza və Cəllə sizin şəkillərinizə, rənglərinizə baxmır. Sən gözəlsən ya çirkinsən, sən ağsan ya qarasan, ya sən necəsən, hansı görünüşdəsən, Allah Teala buna baxmır. Sizin qəlblərinizə və sizin əməllərinizə baxır. Və bu təqvanın həqiqətidir, qardaşlar. İnsanın təqvasının həqiqəti budur. İnsanın qəlbində təqva oldusa, Allah qatında o insanın dəyəri olur. Sələflərdə təqva bu olub. Sələflərin təqvasında nümunə odur ki, sələflərdən biri hər hansı bir namazda təkbiratul ihramı, imamla təkbir gətirməyi geciksəydilər, bir-birlərinə baş sağlığı verərlərdi, sanki ən yaxın insanları ölüblər. Sələflər belədir. Şeyxülislam İbn Teymiyyə gətirir. Həmçinin bir çox sələflərin haqqında danışanda bunları gətirir ki, sələflər təkbiratul ihramı,
birinci təkbiri imamın arxasında qaçıranda bir-birlərinə yaxını ölmüş kimi baş sağlığı verərlərdi. Özlərini qınayarlardı. Sələflər var ki, təkbiratul ehramı qaçıranda gedib 1 dinar, 1 dirhəm, 10 dirhəm sədəqə paylayarlardı özlərini ədəbləndirməkdən ötürü. 3 gün oruç tutanlar olub sələflərdən, özünü qınamaqdan ötürü. Amma bugün, vallahi çox üzücü bir haldadır. Bəziləri, dırnaq arasında dəvətçiyəm deyənlər, şəxsi həyatlarına baxsa insan iyrənər. Baxırsan ki, nə var? Təqvadan, imandan, cənnətdən, cəhənnəmdən, danış hər şeydən. Amma baxırsan sabah namazını vaxtı çıxandan sonra qılır. Cəmaat namazında səhlənkarlıq eləyir. Və bu çox həqiqətən insanın üzücü əlamətlərdən biridir. Həddindən artıq üzücü əlamətlərdən biridir. Və böyük ibadətlərdə səhlənkarlıq eləyir. Dilini başqalarının arasında fitnə fəsad törətməkdən çəkə bilmir. Öz həcmindən böyük danışır. Öz həddini, hüdudunu bilmir. Və xəlvətdə olanda etmədiyi günahları yoxdur. Allah Azza və Cəllədən diləyirəm ki, hamımızı islah eləsin. Təqva və təqva əhlinin etsin. Təqva sahiblərinin imamı Muhammed sallallahu aleyhi və səlləmdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Azza və Cəllənin qabağında o qədər durub ibadət eləyərdi ki, ibadətin ağırlığından, uzunluğundan və çətinliyindən dabanları çartlayardı. Eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm xəlifələri Ömər ibn Xattab radiyallahu anhu namazdayken, sabah namazında vurularkən huşusunu itirir. İlk ayıldığı zaman soruşur ki, namazı qıldınız mı? İlk ayıldığı zaman nə həkim, nə ağrı, nə çığırmaq, nə səs-küy salmaq. İlk dəfə deyir, namazı qıldınız mı? Belə olub sələflərin imamları. Belə olublar sələflərin imamları, mərd olublar. Əməllərdə yarışıblar, yaxşı işlərdə yarışıblar, kimlərin isə eyblərini açmaqda, insanlar arasında fitnə törətməkdə və yaxud da ibadətlərdə səhlənkarlıq etməkdə yarışmayıblar. Allah Azza və Cəllədən sağlam qəlb, təqva və ondan həqiqi qorxan qəlb diləyirəm hamımız üçün. Və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi əcmain.